Ermənistanda separatçı rejimin qalıqları özlərinə yeni dırnaqarası lider seçməyə hazırlaşır. Qondarma rejimin sonuncu dırnaqarası prezidenti Samvel Şahramanyanın səlahiyyət müddəti başa çatır. Revanşist meyilli qüvvələrin indiki halda aktivləşməsinə şərait yaradılması və onların bu addımlarına icazə verilməsi maraq doğurur. Çünki qondarma rejim antiterror əməliyyatlarından sonra özünü buraxdığını rəsmi şəkildə elan edib. Üstəlik Nikol Paşinyan da prosesin əleyhinə çıxış edir. Revanşist aktivləşməsinin pərdə arxasında bir sıra qüvvələrin adı hallanır. İlk sırada Rusiyaya bağlı bəzi qüvvələrin müdaxilələrinin olduğuna dair söylentilər yer alıb. Onların əsas məqsədinin Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq olduğu deyilir. Ermənistanda çox böyük mənəvi uçurum var, mənəvi boşluq var. Həm siyasi səhnədə də bu özünü biruzə verir, ümumiyyətlə bütün sahələrdə. Demək olar ki, Ermənistan cəmiyyəti çox bərbad bir vəziyyətdədir. Belə olan halda siyasi qüvvələr Paşinyan hakimiyyətinə qarşı çıxış etmək üçün, onunla mübarizə aparmaq üçün müxtəlif kartlardan istifadə edirlər və bu kartlardan da biri bugün o separatçıların dəstəklənməsidir və Qarabağ kartıdır. Və onlar çalışırlar ki, məhz ermənilərin o milli hisslərində oynayaraq deməli hakimiyyətə qarşı çıxışlar təşkil eləsinlər, seçkilərdə ona qalib gəlsinlər və hakimiyyətə gəlsinlər.